Koroğlu eposu haqqında ümumi şəkildə qısa, lakonik və həmçinin əsas məqamları izah etməklə nəzərinizə çatdıracağım. Başlayaq. Deməli, Koroğlu eposu mövzusu qəhrəmanlıqdır. İdeyası əməyə, zəhmət adamına rəğbət, xalqın azad, firavan yaşamaq istəyi, zülmkarlara qarşı mübarizə, anaya və qadına qarşı dərin hörmət. Problemi bəylərin, xodkarın xalqa amansız münasibəti. Eposda mərd və dürüst olmağın üstünlükləri barədə müdrik fikirlərə, ibrətamiz əhvalatların təsvirinə yer verilmişdir. Əsərin bədii xüsusiyyətləri. Epik lirik növə daxildir. Nəzm hissəsi qoşma, gəraylı və varsağılardan ibarətdir. Qoşma, gəraylı və varsağılardan. Eposun hissələri qol adlanır. 18 qoldan ibarətdir. Deməli, hər bir qol müstəqil sujet xəttinə malikdir. Dastandakı əhvalatlar axıcı bir dillə təşbeh, metafora, təkrir, mübaliğə, litotadan, eləcə də xalq deyimləri, məsəllər, atalar sözlərindən bol-bol istifadə ilə nağıl olunur. Dastan 16-17-ci əsrlə baş vermiş Cəlalilər üsyanı ilə səsləşir. Deməli, dastan hansı üsyanla 16-17-ci əsrlə baş vermiş Cəlalilər üsyanı ilə səsləşir. Qollarda tarixli əsasdır. Tarixli. Dastanın bəzi qollarında əfsanəvi qüvvələr iştirak edir. Koroğlu obrazı. Koroğlunun əsl adı Rövşəndir. Eposun baş qəhrəmanıdır. Atası alı kişidir, ilxıçıdır. Həsən bəy tərəfindən gözləri çıxarılır. Həsən bəy tərəfindən. Yoxsul ilxıçı oğlu olan Rövşən ilk dəfə atasının intiqamını almaq üçün silaha əl atır, lakin haqsızlığa, ədalətsizliyə, nifrəti bu gənci mübarizə yolundan döndərmir. Rövşənin münasibəti əvvəlcə şəxsi intiqam olsa da, sonradan böyük vüsət almışdır. Koroğlu bütün döyüşlərdə qalib gəlir. Koroğlu ilə açıq döyüşə girməkdən çəkinən hakim təbəqə ağlasığmaz tədbirlərə əl atır. Koroğlunu ələ keçirmək üçün var dövlətinin bir qismini, hətta övladlarını da qurban verməyə hazırdılar. Ağa, bəy, xan zülmündən cana doymuş, xoşbəxt həyat arzusu ilə yaşayan yoxsul gənclərin üst tutduğu Çənlibel, azadlığın hökm sürdüyü yurda, Rövşən isə Koroğluya çevrilir. Koroğlunu məğlub edilməz qəhrəmana çevirən ən böyük qüvvə xalq məhəbbəti hesab olunur. Xalq məhəbbəti. Ayıq, tədbirli, sərkərdədir. Bəy nəslinə mənsub deyil, silahdaşlarına və xalqına bağlıdır. Haqsızlığa, ədalətsizliyə qarşı çıxır, yenilməzdir. Hakim təbəqənin canına üşütmə salmışdı. Eposdakı qadın surətləri isə demək olar ki, xodkar, paşa, bəy qızlarıdır. Bu qadınlar Çənlibeldə yaşamağı özləri üçün üstün bilir və Koroğlunun dəliləri ilə xoşbəxt ailə quran bu qızlar çətin anlarda ərlərinə arxa dayaq olur, yeri gələndə dəlilərlə düşmənə qarşı döyüşə girirlər. Dastandakı qadın obrazları ağıl, davranış və xoş rəftarları ilə hamının rəğbətini qazanırlar. Xalq arasında hörmət sahibidirlər. Qadınlardan Nigar xanım, Telli xanım, Dünya xanım, Ruqiyyə xanım və Məhbub xanım. Nigar, Telli, Dünya, Ruqiyyə, bir də Məhbub xanım. Nigar obrazı uzaq görən mehribandır, Çənlibelin baş xanımıdır, xodkar qızıdır, dəlilərin hörmətini qazanmışdır. Ona ana kimi baxırlar. Koroğlunun səhvlərini üzünə deyir. Koroğlu ilə dəlilər arasında soyulluluq yaranmasına imkan vermir. Koroğlunun dəlilərini birləşdirən cəhətlər: mərdlik, qorxmazlıq, düşmənə nifrət, dostluqda sədaqətli olmaq, haqqın tərəfdarı olmaq. Mərdlik, qorxmazlıq, düşmənə nifrət, dostluqda sədaqətli olmaq və haqqın tərəfdarı olmaq. Dəli Həsən təmkinli və tədbirlidir, Eyvaz səmimidir, Bəlli Əhməd təvazükardır, Dəmirçi oğlu səbirli və dözümlüdür. Dəmirçi oğlunu D-na yadımızda saxlayaq, səbirli və dözümlü, Dəmirçi oğlu dözümlü. Bəlli Əhməd təvazükar, Eyvaz səmimi, Dəli Həsən təmkinli və tədbirli. Daha sonra əsərdəki mənfi obrazlar Xodkar, Hasan Paşa, Bolu bəy, Ərəb Reyhan, Aslan Paşa və Qaraxan. Koroğlu və onun dəliləri bütün döyüşlərdə düşmənlərə qalib gəlirlər.
Bu haqqın, ədalətin, düzlüyün, doğruluğun qələbəsidir. Bu qədər.